Vaxtınız xeyir əziz üçüncülər. Gəlin qaldığımız yerdən davam edək. Amma ilk öncə onu bildirim ki, video, yəni öncəki videolar sizə faydalı oldusa, dostlarınızla bölüşməyi, kanala abunə olmağı və videonun şərh bölməsində fikirlərinizi yazmağı unutmayın. Bununla bizə dəstək olmuş olacaqsınız ki, biz də davamlı şəkildə video izahlar paylaşaq. Gəlin A variantı ilə yekunlaşdırdıq. İndi son olaraq B variantını da yekunlaşdıraq. Daha sonra riyazi ifadələr tənlik mövzusuna keçmiş olacaq. Gəlin bu iki mətnlə bir də riyaziyyat tapşırıqları ilə sizi tanış edim və 4-cü bölümü üzrə yekunlaşdırmış olaq. Vəfalı qara köpək. Günlərin bir günü şah şəhərdə əl qabiliyyəti ilə at çıxarmış. Muradı yanına çağırtdırdı. Muraddan sarayın divarlarını bəzəməsini istədi. Murad isə cavabında, mən adi bir duluzçuyam. Vurduğum naxışlar sevgimin nişanəsidir. Onu yalnız su ilə dolan qablara çəkirəm ki, sevən ürəklərin yanğısını söndürsün. Divarlara rəsm çəkmək özgələrin işidir. Bu işi mən bacarmaram, deyir. Şah Muradın cavabından bərk qəzəblənir və onu sarayından qovur. Muradın qara köpək adında bir iti vardı. Vəfası ilə at çıxarmışdı. Qara köpək duluzçunun özünü, evini göz bəbəyi kimi qoruyardı. Murad da köpəyi sevər, əzizləyərdi. Padşah çox kinli idi. O, duluzçunun sözlərini heç cür unuda bilmirdi. Ona görə də öz adamlarına əmr etdirir ki, duluzçunun evini xaraba qoysunlar. Duluzçu evdə olmasa da, evi qoruyan iti, qara köpəyi orada idi. Şahın adamlarının duluzçunun evinə yaxınlaşdığını görən qara köpək onların üstünə atılır. Hamısını dişindən keçirir, yaralılar qaçıb güclə canlını qurtarırlar. Şah adamlarını belə gördükdə qəzəbi şəhəri bürüyür. Bir ox atan tapıb qara köpəyi öldürməsini tapşırır. Mahir ox atan qara köpəyi ürəyindən nişan alaraq öldürür. Şahın adamları duluzçunun evini dağıdır, yandırıb kül edirlər. Duluzçu axşam bazardan evə qayıdır. Evini xaraba görür. Vəfalı dostu qara köpəyi axtarır, oxla vurulmuş cəsədini tapır. Xeyli ağlayıb köpəyi təpədə bastırır. Duluzçu həmin diyarı tərk edib gedir. Amma xalq həmin təpəni qara köpək təpəsi kimi tanıyır. Qara köpək təpə Azərbaycanın Füzuli rayonu ərazisində Köndələn çayının sağ sahilində yerləşən qədim tarixi abidədir. Uşaqlar, ümidvaram ki, başa düşdünüz və əgər mənim oxumağımdan başa düşmədinizsə, videonu dayandırıb özünüz bir daha oxuyub, daha sonra sualları mən deməmiş özünüz dayandırıb tapın ki, daha sonra mən deyəndən sonra cavaba baxacaqsınız. İndi gəlin ilk sualdan başlayaq. İlk sualımız nədir? Deməli, baxırıq. Mətnə əsasən şahın Murada qəzəblənməsinə səbəb nə idi? Qara köpəyin şahın adamlarını dişləməsi, xeyr. Muradın şəhərdə hörmət qazanması, Muradın sarayın divarlarına rəsm çəkməkdən imtina etməsi, Muradın sarayda yaşamaq istəməməsi. Bəli, Murad sarayın divarlarına rəsm çəkməkdən imtina etdi deyə şah da qəzəbləndi. Burada olacaq C variantı. C variantı. 2-də bizə nə deyir? Deməli, mətndə altından xətt çəkilmiş sözün əks mənalı qarşılığını müəyyən edin. Qəzəblənməyin əksi təbii ki də sakitləşmək olacaq. Cavab C variantı. Axşam evə qayıdan Murad nə ilə qarşılaşır? Təbii ki də evinin dağıldığını. Evi dağılmış halda idi. Bəli, elə A variantı düzgün cavabımızdır. Daha sonra baxırıq 4-cü tapşırığa. Mətnə əsasən biri qara köpək obrazına aid deyil. Sahibinə sadiqdir, düzdür, vəfalıdır. Ev sahibi olmasa da evi qorumaq özünə borc bilir, düzdür. Atılan oğların heç biri ona dəymir. Xeyr, tam ürəyindən dəyib və ölür, belə deyək. 5-ci tapşırıqda mətnə əsasən fikirlərin biri səhvdir. Səhv olanı istəyir bizdən. Muradın sarayın divarlarını bəzəmək istəməməsi şahı qəzəbləndirir, bu düzdür. Muradın çox yaxşı əl qabiliyyəti var idi, düzdür. Qara köpəyin ölümündən sonra Murad şahdan qisas alır. Xeyr, səhvdir. Murad şahdan qisas almır. Murad, belə deyək də, tərk edir həmin qaldığı yeri. 6-cı tapşırıqda deyir, mətnə əsasən epizodların düzgün ardıcıllığı. Düzgün ardıcıllığını istəyir. Baxırıq. Qara köpəyin öldürülməsi, şahın Murada qəzəblənməsi, duluzçunun yaşadığı yeri tərk etməsi, şahın Muradı saraya çağırtdırması. Bəli, ilk öncə şah Muradı çağırtdırdı. Daha sonra şahın Murada qəzəblənməsi, daha sonra qara köpəyin öldürülməsi, duluzçunun yaşadığı yeri tərk etməsi.
4, 2, 1, 3 baxaq görək. B variantında bizə verilib. Səhrai delfinlər. Bu informativ mətindir. Amazon delfinləri və ya İnya adlandırılan səhrai delfinlər Amazon çayının sakinləridir. Digər delfinlərdən fərqli olduqca çevik, yan üzgəclərinin böyük və arxaya qıvrılan ola bilməsidir. Anam deyir ki, timsahlar çox təhlükəlidir. Səhrai delfinlərin incə və uzun bir ağzı, həm alt, həm üst çənədə 25-35 cüt dişi vardır. Ön dişləri çəngəl şəklindədir. Arxa dişləri iti, uclu və uzundur. Öndəki dişlərlə ov tutur, arxadakılarla isə çeynəyir. Səhrai delfinlərin bədən rəngi yaşa görə dəyişir. Yeni doğulanlar açıq boz bir rəngə sahibdirlər. Böyük delfinlərdə isə dərin sürtünmə nəticəsində səhrai olur. Rənglərin fərqliliyi istilik, su və yaşam tərzləri ilə əlaqəlidir. Səhrai delfin yalnız yaşayır. Bir-birləri ilə xüsusi səs çıxararaq ünsiyyət qururlar. Görmə və qoxu bilmə qabiliyyətləri yaxşı inkişaf edib. Yalnız çaylarda su səviyyəsinin dəyişməsi zamanı köç edirlər. Günün istənilən vaxtında aktivdirlər. Amazon çayı delfinləri ümumiyyətlə çaylarda qidalanır. Ovları xərçəng və kiçik balıqlardır. Bəzən kiçik tısbağaları da yeyirlər. Səhrai Amazon delfini beynəlxalq qırmızı kitabın siyahısında həssas növ statusu almışdır. Sayı azalma təhlükəsi altındadır. Baxaq 6-cı tapşırığa. Səhrai delfinlərlə bağlı fikirlərdən biri səhvdir. Bizdən səhv olanı istəyir. İnya da adlandırılır, düzdür. Deməli, bu düzdür. Ön dişləri çəngələ bənzəyir. Yalnız balıqlarla qidalanır. Yalnız balıqlarla yox. Orada digər belə deyək də qidası da var idi. Yəni C variantı səhvdir. Mətnə əsasən ayarın başlıqlarının düzgün ardıcıllığını müəyyənləşdirir. Deməli, burada olacaq birinci səhrai delfinlərin ağız boşluğu 4. Daha sonra olacaq deməli, baxaq. Amazon delfinlərinin rəngləri, daha sonra səhrai delfinlərin qidalanması, daha sonra da həssas növ, yəni axırıncı olan A variantı olmuş olacaq. 9-cu tapşırıqda mətndəki fərqləndirilmiş sözün yaxın mənalı qarşılığı, deməli, çevik sözünün yaxın mənalı qarşılığı cəld deməkdir. Ümumiyyətlə, çevik cəld deməkdir. Cavabımız C variantı. Səhrai delfinlərin bədən rəngi nəyə əsasən dəyişir? Deməli, bədən rəngləri yaşa görə dəyişirdi. Cavab B variantı. 11-də deyir, Amazon delfinlərinin rənglərinin fərqliliyi əlaqəli deyil. Hansı əlaqəli deyil deyirsə, yosunlarla əlaqəli deyil. Həyat tərzi ilə əlaqəlidir, istiliklə, su ilə əlaqəlidir, amma yosunlarla əlaqəli deyil. 12-ci tapşırıqda bizə deyir ki, mətnlə əlaqəsi olmayan cümlə hansıdır? Deməli, baxırıq. Anam deyir ki, timsallar çox təhlükəlidir. Birinci cümlə budur, elə bu da aid deyil. Yəni, mətnlə əlaqəsi yoxdur. Cavabımız olacaq D variantı. Baxırıq digər tapşırıqlara, yəni riyaziyyata. Deyir, sual işarəsinin yerinə hansı ədəd yazılmalıdır. Deməli, 6 və 7 42. 42. Bu bərabərliyin sağ tərəfində, daha doğrusu sol tərəfində 42 varsa, deməli, məchul toplananı tapmaq üçün 42-dən 25-i çıxmaq lazımdır. Deməli, bu da eləyəcək 17. Cavabımız olacaq C variantı. Məchul ədədi tapın. 8 dəfə 6 48. C variantı. 15-də torbada 32 qırmızı, bundan 4 dəfə az sayda sarı top var. Torbada cəmi neçə top var? 32-dir. 32-ni də 4-ə böləndə eləyir 8. 32-nin üstünə 8 gəlirik, eləyəcək 40. Yəni C variantı. Baxırıq 16-ya. 9 vurulsun 7, ulduz işarəsi 317 çıx 264 ifadəsində ulduz işarəsinin yerinə hansı müqayisə işarəsi yazılmalıdır? Deməli, 9 dəfə 7 eləyir 63. Digər tərəfdə isə 4, daha sonra 11-dən 5, 54. Deməli, bu işarə, yəni böyükdür işarəsi A variantı olacaq. Baxırıq 17-yə. Sonra baxırıq 15-ci tapşırığa. Doğru fikri müəyyən edin. 17-də doğru fikir istəyir. Məchul bölünəni tapmaq üçün böləni qismətə bölmək lazımdır. Xeyr, böləni qismətə vurmaq lazımdır. Səhvdir. Məchul vuruğu tapmaq üçün hasil məlum vuruğa vurmaq yox, bölmək lazımdır. Səhvdir. Məchul böləni tapmaq üçün bölünəni qismətə
vurmaq lazımdır, yox, bölmək lazımdır. Məhsul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. Cavabımız olacaq D variantı. 18-də deyir ki, verilmiş ədədlərdən 54-ün böləni olan ədədi seçib 4 dəfə artdırsaq neçə alınar? Deməli, 54-ün böləni olan ədədi seçib, 54-ün böləni olacaq, belə deyək, 9. 9-u 4 dəfə artırsaq olacaq 36. Harda var bu cavab? Baxım, hardadır? 36. Cavabımız olacaq B variantı. Daha sonra B variantı. Niyə yazmadı? B variantı. Daha sonra baxırıq 19-a. 19-da bizə deyir ki, 5-in 6 qatı ilə 4 qatı arasındakı fərq nə qədərdir? 5-in 6 qatı eləyir 30. 5-in 4 qatı eləyir 20. Arasındakı fərq də eləyir 10. Cavabımız olacaq B variantı. 20-də deyir ki, deməli, baxırıq 20-yə. Fikrimdə tutduğum ədəd Əkbərin lövhədə həll etdiyi misalın nəticəsində 7 dəfə böyükdür. Əkbər lövhədə 82, üzr istəyirəm, 82 çıx 76 misalını həll edirsə, mən fikrimdə hansı ədədi tutmuşam? Deməli, bu eləyəcək 6, 6-dan da 7 dəfə 42. Mən fikrimdə 42 ədədini tutmuş olacam. Cavabımız olacaq D variantı. Baxırıq digərinə. Yəni 21-ə. 4 qələm 12 manatdır. 30 manata neçə qələm almaq olar? Baxırıq. 4 qələm 12 manatdırsa 12-ni 4-ə bölərəm. 12-ni 4-ə bölərəm eləyir 3. 30 manata da nə qədər qələm almaq olar? Bölərik 3-ə. Bərabərdir 10 dənə. Cavabımız olacaq A variantı. Daha sonra baxırıq digər tapşırığa. 4 vurulsun 7. Deməli 28. Bu da eləyir 40. Müqayisəsini ödəyən ən böyük ədədlə ən kiçik ədəd hansıdır? Ən böyüyü deməli olacaq 40, daha doğrusu 39. Ən kiçiyi də olacaq 29. Deməli bu olacaq A variantı. Digər tapşırığa baxırıq. Kənanın 8 dəftəri var. Bu Orxanın dəftərlərinin sayından 3 dəfə azdır. Deməli 3 dəfə çoxdur Orxanın dəftərləri. Deməli olacaq 24. Orxanın dəftərlərinin sayı Kənanın dəftərlərinin sayından nə qədər çoxdur? Deməli 8-i çıxacaq, eləyəcək 16. Cavabımız olacaq A variantı. Axırıncı suala da baxırıq. 8 eyni qutunun kütləsi 72 kiloqramdır. Bir qutunun kütləsində isə kiloqramdır. Deməli 72-ni 8-ə böləcək, eləyəcək 9. Yəni C variantı. Deməli uşaqlar, bu bölmə ilə bitirdik. Bu bölmənin adı da vurma və bölmə bölməsi idi. Yəni 4-cü bölmə idi. Növbəti bölməmiz olacaq riyazi ifadələr və tənlik. Buna da hələ çox qalıb. Ümidvaram ki, bura qədər başa sala bilmişəm. Nəsə öyrədə bildimsə, nə xoş mənə. Bunun üçün sadəcə videonu bəyənmək, dostlarınızla bölüşmək və şərh bölməsində fikrinizi yazmağı unutmayın. Hələlik.